Rebuild Qarabağ sərgisi artıq 5-ci ildir ki, Azərbaycanın bu torpaqlarda həyata keçirdiyi nəhəng işləri dünyaya göstərir. Bu, sadəcə sərgi deyil, dağıntılardan doğan yeni həyatın, doğma yurduna qayıdan insanların sərgisidir. Azərbaycan öz gücü ilə Qarabağı yenidən qurur. Ağıllı şəhərlər, yaşıl enerji zonaları yaradır. Rebuild Qarabağ, qalib ruhun, inkişafın və gələcəyə inamın təcəssümüdür. Yenidən qurma və qayıdışın müzakirə edildiyi platformalardan biri də Xəzər İnşaat Həftəsidir. Həftə çərçivəsində 5-ci Rebuild Qarabağ sərgisi də açılıb. Bu layihə Ağdam üçün nəzərdə tutulub. Bu bizim digər fabriklərimizdəndir. Bu hələ ki ilk mərhələdir, birgə əməyin nəticəsidir. Bu il biz digər layihəmizi də irəli sürəcəyik. Azerbaycan'a katabileceğimiz yapılarımızı en güzel şekilde anlatacağız. Sergiden gözlentilerim açıkçası artık Türkiye'den yapacağımız satışlarla beraber burada faaliyetlerimizi gerçekleştirmek. Layihə bölgənin bərpası ilə yanaşı işğal dövründə həyata keçirilən vandalizm aktları və müharibə cinayətlərini daha geniş kütləyə çatdırmaq imkanı yaradır. Vüsal Arifsoy, Qəhrəman Məmmədov, Sabir Bilalov, ASTV Xəbər.